Hamıya salamlar. Bugün birlikdə necə WordPress ilə sayt qura biləcəyimizdən danışacağıq. Əvvəla bunun üçün 5 mövzuları 5 yerə ayırıb asan bir şəkildə irəliləyəcəyik. Heç bir HTML kodlamaya ehtiyac olmadan necə sayt qura biləcəyimizi ələ alacağıq. 5 mövzunu belə deyə bilərdim ki, birinci mövzudan belə başlasaq, birinci belə gedir. Domainimizi seçirik, yəni internetdəki adresimizi seçirik. Domain nədir, necə seçməliyik, bunu danışacağıq. Hostingimizi seçməliyik, hosting nədir, necə seçilir, keyfiyyətli hostingi necə seçməliyik və indirimli qiymətlə necə əldə edəcəyik, bundan danışacağıq. Üçüncü isə domainimizi hostingimizə yönləndirmə, transfer etmə. Yəni ikisini birləşdirəcəyik ki, domainimizi yazan hər kəs saytımıza rahatlıqla çatsın. Dördüncü isə hostingimizə WordPress-imizi yükləyəcəyik. WordPress-imiz bizim məzmun idarə etmə sistemimizdir. Buna Content Management sistemi deyirlər. WordPress dünyada ən çox istifadə olunan məzmun idarə etmə sistemidir ki, bunu necə istifadə edəcəyimizi göstərəcəyik. WordPress-in çox böyük bir community topluluğu var ki, hər hansı bir problemlə üzləşdikdə bunu rahatlıqla axtarıb tapa bilərsiniz və minlərcə tətbiq etməsi, milyonlarca tətbiq etməsi var ki, bunlardan istifadə edərək saytınızı istədiyiniz cür quraşdıra bilərsiniz, hətta heç bir texniki məlumata ehtiyacınız olmadan. Beşinci məsələ isə, dördüncü məsələ WordPress-imizi quraşdıracağıq. Beşinci məsələ isə WordPress ilə bağlı təməl əsasda nələrə ehtiyacımız var, nədir, necə olmalıdır, nə harada yerləşir və saytımızda, misal üçün deyirəm, məqalə yerləşdirməliyik. Onu necə yerləşdirəcəyik? Bu və bunun alt məsələləri deyək. Və əlbəttə ki, WordPress-də bir şeyi quraşdırmaq biraz da sizin necə istədiyinizə bağlıdır. Təməl əsaslardan sonra, bilikləri öyrəndikdən sonra istədiyiniz cür quraşdıra bilərsiniz və başqa videoları izləyib onlardan da bir şeylər öyrənə bilərsiniz. Gəlin birincidən başlayaq. Domain nədir, necə qurulmalıdır?